Mən bu dünyadan cavankən köçən Abdullayev Elşad. Mən 1997-ci il noyabrın 2-sində anadan olmuşam. Bu həyatda bəxtim, talihim qara gətirdi. Çünki arzularım çox olsa da hamısı yarım qaldı. Bəxtsiz cavan oğlan ailəsini, övladlarını tək qoyaraq qara torpaq tez aldı. Ailəm ilə, övladlarımla xoşbəxt idim. 2023-cü il dekabr ayının 23-də avtoqəza keçirdim. Və bu dünya ilə, ailəmlə vidalaşmadan gözlərimi əbədi yumdum. Zalım fələk övladlarımı atasız qoydu, ailəmi gözü yaşlı qoydu. Bala dərdinə yanan anam, atam, qardaşlarım, münasib, elsəvər, Elnur. Gözü yaşlı həyat yoldaşım, mehriban və atasız qalan övladlarım Ömər, Zeynəb, Damla, Paşa. Sizlər üçün çox darıxacam. Bilirəm sizlər də mənim üçün darıxırsınız. Bəlkə də sizlər üçün çətin olacaq. Heyif ki, əlim sizlərə daha çatmayacaq. Canım həyat yoldaşım, övladlarımızdan müğayət olun. Mənə görə ağlayıb, nigaran qalma. Bala dərdinə yanan anam, atam. Sizi tək qoyduğum üçün kədərlənib ağlamayın. Mənə ürəyi yanan yazıq anam, atam, beli bükülü qaldın. Belə getməyimi mən də istəməzdim. Bağışlayın zalım fələyə, qalib gələ bilmədim. Mənim yoxluğuma barışa bilməsəniz də daha mən geri qayıda bilməyəcəm. Unutma, torpağın üzü çox soyuqdur. Canım atam, anam, mən taleyimlə barışdım, siz də yoxluğuma barışın. Gənc yaşımda gün görmədən ailəmin xoşbəxtliyini yarım qoyan zalım fələyi. Mənim axı arzularım var idi, niyə bu qədər tələsdim? Salamat qalın.